hələ də insanlar Allahı qoyub kimlərdənsə kömək istəyir. O qədər başımıza faciələr gəlir. Hələ gəlməkdə də davam edir. Yaradan Allahı unutmuşuq və kimlərdənsə kömək istəyirik. Qiyamət gününün əlamətlərinin çoxu gəlib. Bu qədər faciələr bizim göz qabağımızda. Allaha dua edib, Allaha sığınıb, ibadətlə, Allahdan kömək istəməkdən kimlərdənsə kömək istəyirik. Görün şeytan nə qədər bizi çaşdırıb və nə qədər bizi arxaya salıb. Bəsirət gözümüz bağlanıb, görün ruhumuz nə gündədirsə, bu qədər əzab əziyyət çəkirik, bu qədər zulümün içində, yenə də biz Allahı unutmuşuq, yenə də Allahı xatırlamırıq və Allaha ibadət etmirik. Görün şeytan öz işini nə gözəl gördü və bizə də qalib gəldi. Və hələ də qalib gəlir. Bəs Allah bizə nə üçün peyğəmbərlər göndərdi? Bəs bizə nə üçün Quran-ı Kərimi göndərdi? Və bizə nə üçün dedi ki, şeytandan özünüzü qoruyun? Bəs Allah öz kəlamlarını bizə nə üçün çatdırmışdı? Nədən xəbər verirdi Allah Teala bizə? Bax, bu günlərə düşməyək deyə Allah bizə xəbər verirdi. Heç bir Allahın kəlamlarına rəayət etmədik. Heç birimiz Allahın əmrlərinə tabi olmadıq. İndi baxın, günü-gündən faciələr bizim başımızın üstündədir. Hələ də davam edir, edəcək də. Çünki biz yerin göyün sahibi olan, bizi yaradan, bizi bizdən də çox sevən Allahı unutmuşuq. Qardaşlar, ibadətlə kəsin şeytanın ümidin. Sığının Allaha, dua edin Allaha. Şeytan bizi çox arxaya salıb. Baxın şəhərimizin aqibətinə. Baxın bizim yaşayışımıza. Baxın günü-gündən bizə gələn bəlalara. Oyanın əziz qardaşlar, oyanın. Bəsirət gözümüz bağlanıb. Ruhumuz xəstələnib. Yerin göyün sahibi olan uca Allahı xatırlayın. Və Allaha sığının, ibadət edin. Bunu Allah öncədən bizə əmr edir. Şeytanın tələsinə düşməyin. Allah verən ağılla Allaha tərəf qaçın. Allaha sığının. Allah verən ağılla Allaha üsyan eləməyin. Ən böyük günahlardan biridir. Bu dünya özü boyda şeytan tələsidir. Özünüzü, ailənizi, övladlarınızı bu şeytan tələsindən qoruyun və ibadətlə Allaha sığının. Bəlkə Allah rəhm edə bizə.